Pensiyaçıların ümumi sayı ötən ilin əvvəlindən çox cüzi dəyişikliklərlə demək olar ki, 2025-ci il ərzində sabit qalıb. Dəqiq say 1.098.651 nəfər olmuşdur. Yuxarıda qeyd etdiyim kimi pensiya xərcləri 2025-ci ildə 7,1 milyard manat məbləğində qeydə alınmışdır və bu da əhali ödəniş xərclərinin qeyd etdiyim kimi 97,6%-ni təşkil edib. Pensiyaların orta aylıq məbləği 2025-ci ildə ümumilikdə bütün pensiya növlərini ümumilikdə götürdükdə 543 manat təşkil etmişdir. Bu əvvəlki ilin, yəni 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3% artım deməkdir. Yaşa görə pensiyada isə bu göstərici 578 manat qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 9,1%-li artım deməkdir. Baxmayaraq ki, ötən ilin fərdi pensiyalara münasibətdə artım faizi indeksləşdirmə əsasında 8,1% olmuşdur. Göründüyü kimi pensiyaların orta məbləğində artım faizləri indeksləşmə faizindən daha yuxarı olmuşdur. Bunun da əsas səbəbi pensiyaların yenidən hesablanması ilə bağlı, məbləğlərdə, müvafiq pensiya məbləğlərində artımlarla bağlıdır. Eyni zamanda pensiya sisteminə yeni daxil olan pensiyaçıların pensiya məbləğlərinin əvvəlki illərin pensiya məbləğlərinə yüksək məbləğlərdə təyin edilməsi ilə bağlıdır.